Oxumaq pul qazandırır yoxsa yox? Bu qardaş bir neçə dəfə soruşub məndən bu sualı. Bilirsiniz, oxumaq baxır hansı şadlıq evində də, baxır necə müğənnisən. Bu zarafatı elə belə eləmirəm. Oxumaqdan oxumağa fərq var. Rusiyanın 140 milyon indi əhalisi var, 7 milyon tələbəsi var. Amma yaşayış minimumu ortadan aşağıdır. Yaşayış səviyyəsi ortadan aşağıdır. O deməkdir ki, o tərz Sovet sistemindən qalan oxumaq, biz bildiyimiz ali məktəblər düzdür, təhsil verir, hardasa maraqlı ola bilər insanlara, amma insanı nəinki varlandırmır, hətta kasıblığı da saxlayır, yəni orta səviyyədə saxlayır. Eyni zamanda bir neçə dəfə kosmosa eyni raketi uçurdan insan, dünyanın ən varlı insan deyir ki, mən hətta Amerika təhsili ilə də belə bu işi görə bilməzdim. Amma öncədən qabağıma məqsəd qoydum, sonra araşdırdım. İndiki mövcud olan sistem, yəni internet, YouTube və başqa elə TikTok'un özü insana kifayət qədər maraqlı olduğu təhsili verir. Maraqlı olduğu o deməkdir ki, məsələn, siz hər birimiz seriallara baxmışıq da. Məsələn, axşamlar göstərirlər serialı, gün orta gözləyirsən ki, həmin axşam düşsün, yenə gəlib davamına bax. Bax, elə oxumalısınız, yəni sizin özünə maraqlı olmalıdır. O təhsili alsanız, elə oxusanız, onda əlbəttə pul qazandırırsınız. Bir də əlavə edeyim ki, ümumiyyətlə bütün deyimlərdə istisnalar var, belə bir atalar sözü yox, deyim də. İstisnalar qaydaları təsdiq edir. İstənilən halda istisna ola bilər. Ona görə yaxşı şadlıq ev axtarın.